Ad gün vlog çəkirəm. Bir gün bu da olacaq. Çox gözəl görsənir. Hamınıza salam, mən Yağmur, kanalıma və videoma xoş gəlmisiniz. Bugün sizlərə ad gün vlog çəkirəm. Saat hal-hazırda 2-nin yarısı olar. Mən getdim, duşumu aldım, saçlarımı qurutdum, amma heç bir şəkildə şəkilləndirməmişəm. Yəni öz qurumuş halıdır hal-hazırda. Video içərisində bəzi dəyişikliklər olacaq. Keçən il bilirsiniz ki, bu arxada görmüş olduğunuz divarda dekor eləmişdim özüm üçün. Yəni videomu atmışam da səhv eləmirəmsə YouTube-a. Onu bilmirəm. Hər nəysə, keçən il burada görmüş olduğunuz kimi dekor eləmişdim özüm üçün. Onun vlogu deyəsən gəlməyib. Amma gəlmiş də ola bilər. Amma böyük ehtimal gəlib. Mən düşünürəm ki, maraqlı bir vlog olacaq. Eyni zamanda maraqlı gün keçəcəyini ümid edirəm. Yəni olmalı da ən azından, çünki ad günümdür. İndi isə görmüş olduğunuz kimi ondan çox hazıram. Yəni saçımı şəkilləndirmədim, öz halına buraxdım. Çünki axşam üçün hazırlaşan da edəcəm. Ondan əsərdir ki, makyajı elə-belə elədim. Axşam üçün yenə təzə giyəcəm, çünki axşama hələ çox var. Mən artıq mağazdan qayıtdım, lazım olan bütün hər bir şeyi aldım. İndi isə digər evdə sizə bütün aldıqlarımı göstərəcəm. Tortumu da eyni zamanda birazdan göstərəcəyik. Sadəcə deməyim, o da sürpriz olsun. Necə bir şey olduğunu yorumlarda təxmin eləməyə çalışın. Eyni zamanda kanalıma abunə olmağı, videoma like, yorum atmağı unutmayın. Bu şəkildə. Oy. İndi isə sizə əvvəlcədən aldığım məhsullar göstərəcəm ad üçün. İlk olaraq şamlardan başlamaq istəyirəm. Belə bir şam. Belə 16. Bir gün bu da olacaq. Belə. Necə adlanır tam bilmirəm. Siz başa düşdünüz. Daha sonra divara yapışdırmaq üçün belə uzun zərlər. Və görmüş olduğunuz kimi belə Həbibə özdə yazılan belə bir şey. İndi bunun üstünə bir yerə düzələcəyik. Və daha sonra buradakı divara hər şeyi yəni düzüb qoşacaq. Buna da fikir verirəm bu arada. Çünki evdə hələ də inşaat işləri gedir. Ona görə belə şeylər falan fikir verməyim. Bu arada evdən çıxdığım videomdan hal-hazırda heç bir əsər qalmayıb. Çünki dəhşət istidir və dəhşət istidir. Burada yəni bunu qurmaqda əsas iş. Tamam. Mən bir şey başa düşmədim sadəcə. Niyə zəllər yarısına qədərdir? Yəni bura zəllidir, amma bura belə. Onu da yenə başa düşmədim. Həmişə kimi yanaqlı lazımdır. Düzüm ki, qurmaq daha da rahat olsun. Bitirdim. Tamam. Və belə bir iynə tərzi bir şey. Yəni deyəsən bunu buradan kesirdirəm belə. Yəni məncə belə bir şey olmalıdır. Yəni belə bir şey olacağını ümid edirəm. Hal-hazırda belə kesirdim. Burada böyle yerləri var. Elədim. Göstərim. Çox gözəl görsənir. İndi mən bunu nə qədər kəsim görəsəm. Yanında qaysı yoxdur. Mən bunu gedim bıçaq gətirim. Bir ədəd mətbəx qayçısı. Çünki evdə başqa qayçı tapmadım. Dolayısıyla birçok şeyim hal-hazırda bu evdə yoxdur. Hələ ki. Bunu kənara qoyuram. İndi yenə eynisini bunu edəcəm. Belə keçirdirik. Artıq kardonları belə çıxardırıq. Bu şəkildə. Bu arada bunları necədir? Ad günüm üçün belə bir şey etdirmişdim. Yorumlara yazın. Birdən yəni konunun əlaqəsiz bir yerdən necə namə gəldiyini sorgulamayın. Çünki mən də bilmirəm. Birdən ağlıma gəldi.
bitirdim. Bu da hazırdır. Kestim. Neyse geldik əsas məqama. Rəlləri yapışdırmağa. Bunu eləmək həqiqətən çox çətindir. Yəni, tək eləmək çətindir və mən də özüm eləmək istəyirəm. Səliqəli çıxartmalıyam. Artıq. İndi mən bunu yavaş-yavaş belə açmalıyam. Çox uzundur bu arada. Və bu yerindən prosta bunları katlanamadan, eləmədən səliqəli bir şəkildə yapışdırmalıyam. İndi digərini yapışdırıram. Çünki keçən də mən 2-dən almışdım bundan. Yaxşı ki 2-dən almışam çünki yəni eni balacadan və uzunluğu çox yaxşıdır. Bu arada bunun üstündə öz yapışqanı var. Onu da göstərəcəm sizə. Belə açılır. Və yarısı da buradadır. Görmüş olduğunuz kimi belə bir şeydir və siz bunu belə qaldırırsınız, artıq yapışqanı var. Həqiqətən çox qəşəng görsənir və yəni düz yapışdırmışam əsas odur. Və düz yapışdırmaq üçün bu kant görürsünüz, divarın belə bir ağ kantı var. Onun altından yapışdırdım hamısını ki düz olsun və çox gözəl görsənir həqiqətən. Bu şəkildə. Belə. İndi isə gedirəm o yazını yapışdırmağa. Bu şəkildə oldu. Çox qəşəng görsənir məncə.